Salam, vaxtınız xeyir olsun. Bugün WhatsApp nömrəmizə Bərdər rayon sakini bir video atıb. Videoda piyada zolaqlarının silinməsi və onların qarşılaşdığı problemlər. Demək, dəfələrlə sosial şəbəkələrdə paylaşım etsək də bununla bağlı nədənsə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bunu görməzdən gəlir. Hansı ki, hər şey göz qabağında. Ayna gözləyir ki, rayona, Bərdə şəhərinə rəsmi qonaq gəlsin, düşsün əl-ayağa, o qonağın getdiyi yolu zolaqlasın ya da ki, xətləri ağaçsınlar. Ayıb deyil, qardaş. Siz özünüzün də övladınız var, məktəbə gedəni var, bağçaya gedəni var, piyadası var, özünüz də maşını idarə edirsiniz. Görmürsünüz rayonda vəziyyət necədir? Və siz təhlükə yaradırsınız axı sürücülərə, piyadalara. Bir daha deyirəm, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və tələb edirəm bir rayon sakini kimi. Xahiş edib bu problemi aradan qaldırın. Mən Rüstəmov Talih Zöhrəbbəyev küçəsində yaşayırıq. Bu piyada keçidi olduğuna görə burada xəttlər silinibdir. Və istəyərdim ki, buradan uşaqların məhkəmə aparıb əziyyət çəkilir. Adiyyəti qurumlardan xahiş edirik, bir də kömək eləsinlər. Yəni əziyyət çəkəcək, körpü uşaqlardır. Yəni apasıdır, yer silinibdir, heç zət yoxdur yerdə, xət yoxdur ki, keçəndə gördük ki, burada xət var ya yox. Bizə bir kömək tədbir görəsiniz inşallah.